Düz adım Baladayı olsa da ancaq Balaş kimi tanıyırlar məni. Sərpayı sözü sərbaş deməkdir. Payıdakı, yəni payı piyada bir söz var. Yəni ki, payı piyada gedir, aparan, çəkən deməkdir. Yəni toyun başını çəkib aparan adama deyərlər. Mən heç vaxt toy yesinə icazə alıb toy dağıtmamışam. Kəndimizin rəqsi keçilir bütün kəndlərdə. Oynayanda bilirlər ki, bunlar şurabatlılar da oynayırlar. İndi qismət olar inşallah. Mən də ağacımı birinə təqdim eləyərəm toyların birində. Yəni muğam çalındı, mənim üçün dünya, aləm, dağ, dərə düz olur. Gəl bizim kəndə də hərdəm gözəlim eylənəzər. Ehtiyacı şəhərin ömrü boyu kəndə olur. Mən Məmmədov Baladayı Vahid oğlu Xızı rayonunun Şurabat qəsəbəsində doğulub boya başa çatmışam. Düz adım Baladayı olsa da ancaq Balaş kimi tanıyırlar məni. Uşaqlıqdan Balaş çağırırlar. Həmişə də xalqın xidmətində, qulluğunda, elimizin, obamızın xeyrində, şəhərində canla, başla iştirak eləyib, qulluq eləmişik. Arzu edirəm də ki, bizim cəmaata həmişə toy, şadiyanalı qismət olsun. Sizə də təşəkkür edirəm, gəlib bu cürlə verilişləri hazır edib, başa çatdırıb xalqımıza təqdim eləyirsiniz. Bu elə özü böyük işdir. Çox sağ olun, var olun, gələn ayaqlarınız var olsun. Toylarımızın adət-ənənələri var, gözəl xalqımızın, Azərbaycan xalqının bu adəti, ənənəsi demək olar ki, mən başqa bir xalqda görməmişəm. Hamısının o adətinə, ənənəsinə böyük hörmətim var. Ancaq bu sərpayçılıq sənəti elə bir sənətdir ki, çox çətin sənətdir. Bu işlə məşğul olan adamlar çox olub. Keçmişdə Məhəbbət dayı olub, atamın dayısı. O kişini görmüşəm mən uşaqlıqdan. Toylarda sərpaylıq eləmək. Ondan sonra Attıxan olub. Bunlar toyun sərpayısı olub. Məhəbbət kişi, Allah bütün cəm ölənləri rəhmət edir, onlar dünyasını dəyişib. Yəni, bir şeyi gələk görə-görə, götürə-götürə gələk, onu mənimsiyəsən də. Baxmışam, yəni heç ağlıma da gəlməzdi. Bir gün də elə cavan idim. Məhəbbət kişi rəhmətə gedmişdi, Attıxan da rəhmətli biraz nasaz idi, xəstə idi. Məhəlləmizdə Qərbalı dayı deyilən kişi var idi, Allah ona rəhmət eləsin. Dedi, oğlu əlini üçün toy edib, saxladı məni, maşınla keçib saxladı. Dedi, bilirsən də əlinin toyu olacaq. Dedim ki, hə Qərbalı dayı, mənimlə bir elə taytuşu idi. Dedim, Allah mübarək eləsin. Dedi, sən o toyun sərpayısı sən olursan. Dedim, Qərbalı dayı, mən sərpayılıq eləməmişəm axı. İndi Attıxan vardı, Attıxana dedim, Attıxan nasazdır. Mən istəyirəm ki, sağ olasan. Sonra da elə nəsillikcə, elə aton rəhmətliyi də, dayının da sərpayı olublar. Sən görmüşsən, sən bilirsən, sən. Mən dedim, mən nə bilim, valla məsuliyyətli işdir, qəribə adamın üstünə düşə bilmərəm, deyə bilmərəm də, yəni başara bilərəm görəsən, sən hələ sərpayısan da, bu toylar hələ həmişə toylarda olmuşsan, mən gələrəm. Təxminən 20 ildən çoxdur, 20 il var ki, sərpayılıq eləyirəm. Hələ o sərpayılıq, bu sərpayılıq kimin xeyir işi olub toxanalarda. Şadlıq evlərində də olmuşam. Sırf kişi toyların. Ancaq çadırlarda, toxanalarda, toxana deyirik də biz olan toyların sərpayısı olmuşam. Yəni biz öz kəndimiz yox, indi ara kəndlərdə də çox olmuşam. Sərpayı sözü
sərbaş deməkdir. Payidəki, yəni payı piyada bir söz var. Yəni ki, payı piyada dedim, aparan, çəkən deməkdir. Yəni toyun başını çəkib aparan adama deyərlər. Çətin sənətdir. Yəni bunu da mən 20 neçə ilin içində onu təcrübə elə görmüşəm də. Hər xasiyyətdə adam görürsən orada. Sərpayı gizli toyxanaya, toyxananın yesi o kişidir. Toy yesi deyir. Toy yesi toyxanadan qıraqda. Toya gəliyə bilər. Toyxananın içi sərpayıya aiddir. Toy yesi də gəlib ondan icazə almalıdır. Bu qayda qanundur. Olub kəndlər, Bakı kəndlərində, Bakı ətrafı kəndlərdə güclü sərpayılar olub, gözəl kişilər olub, Allah onları rəhmət eləsin. Yəni ki, sərpayı nə əmr elədiyi toyxananın içində odur. İstəyir oynayan üçün, istəyir toy yesi üçün, istəyir oxuyan üçün. Yəni onun icazəsi olmadan orada heç bir kişi artıq hərəkət eləyə bilməz. Yəni onun icazəsi olunmalıdır bir işdən ötürü. Xanəndəni oxutdurmaq istəyirsən, rəqs eləmək istəyirsən, oynamaq istəyirsən, şadyanalıq eləmək istəyirsən, sərpayıya müraciət olunmamış mümkün deyil də. Yəni, o kişi icazə. O da salar həmməşə növbənlə. Sənin növbən indi çatacaq, sənin növbə 2 nəfərdən sonra deyir. Heç kim, əsas bu da nədən ötürüdür? Qarma-qarışıqlıq düşməsin deyə. Görmüşük, çox toylar görmüşük də. Dava-şava salarlar, mən oynamadım, mən xanəndiyə zakas vermişdim, oxumadı. Onu ilə bəhs eləyir, bu onu ilə mübahisə eləyir. Axırı da ki, gəlib düşür davaya dalaşa. Sərpayının işi ondan ötürüdür ki, toy sakit, aramla öz qaydasında keçsin, hamısı da razı qalsın. Ömründə balon üçün bir şadyanalıq toy eləyirsən, istəyərsən ki, hamısı razı geçsin, həm də ki, dinç keçsin. Gəlir biri şuluqluq salır, davadalaş salır, toy olur bərbad gündə, peşmançılıq. Bu nöşün ay başa dönüm, bu cəmaatın toyunda dava düşsün, peşmançılıq olsun, balasının xeyir işidir. Bu ağzında xeyir işləyirsən, bu xeyir işi xeyirlə başa vurmalısan. Toyxananın məğzini tutasan, kimin yanında otuzdurasan, kimin salam məleki var, kimin yeri haradır. Əslində mən o giyiminə görə fikir vermərəm, giyiminə görə dəyər vermərəm. Onun yəni hamısı qonaqdır, hamısına eyni gözdə baxasan. Ancaq adam var, biri ilə yola getmir, birinin xoşu gəlmir. Yəni cəmaatı tanıyasan ki, kimin ilə söhbəti tutur, gedib onun yanında otuzdurursan, ona girən kimi içəri kiçiklərimiz oturubsa, gözünü ağardırsan, durur ayağa, aparıb həmin hörmətli adamı otuzdurursan, lazım olan yerində ki, bu ağsaqqaldır, bu böyükdür, bu söz keçən adamdır. Yəni, sərpayı o işlərə də fikir verməlidir. Böyüyə, ağsaqqala öz yerində otuzdurmaq, kiçikin öz yerində göstərib otuzdurmaq. Allah bizim bu elimizə, obamıza can sağlığı versin. İstəyir böyükünə, istəyir kiçiyinə. Mən bu kəndimizdən çox razıyam. Yəni bizim kəndin cocaylı, cavanları, yəni böyük-kiçiyə həddindən artıq qiymət verəndilər. Şəxsən mənim özümdən danışıram. Bizim kəndin cavanları oynayarlar, heç mən onlara gözümü ağartmaq lazımdır. Ya oturaram, oyna. Vaxtı çatanda gördülər ki, durdum ayağa, oturdum. Bilirlər ki, vaxtı çatıb. Gedib əyləşərlər öz yerlərində. Yəni, Hacı əmi durdu ayağa, deməli, bəsdir.
Lazım olar ikinci dəfə yəni də oynayarsınız. Özləri böyük kiçiyin qədrini biləndilər, hörmət eləyəndilər. Yəni bunu mən kendim ona görə demirəm. Olduğunu deyirəm ki, bu kənddə böyük kiçiklik həddindən artıq güclüdür. Yəni şəxsən mən cavanlarımızdan yerlə göy qədər razıyam. Onlar minərəm maşınıma, kəndə girərəm. Tində, küçədə nə qədər cavan oturur. Maşınımı görən kimi, içində bəlkə mən yoxam. Maşınımı görən kimi durarlar ayağa. Yəni küçənin bu başından girərəm, dükanımıza gedərəm də, ya evə gedərəm. Hansı tində nə qədər cahil var, cavanlar var, oturublar. Maşınımı görən kimi durarlar ayağa. Salam verərlər, keçəndən sonra mən baxaram, güzgüdən baxaram, görüm oturdular tezdə. Yəni bu mənə sürpriz üstədir. Bu dəyəri ölçülməz bir qiymətdir də bu insan üçün də. Yəni onu qazanasan gərək. Hər adam üçün durmurlar. Hər adam üçün eləmirlər. Onu qazanasan. Kim ki qazanıb, hamısının eyni qaydada hörməti var bu kəndin cavanlarının, elimizin, obamızın. Yəni bu cür adətlər, ənənələr qorumaq lazımdır. Qədrini bilmək lazımdır. Cavanlarımıza stimul vermək lazımdır. Yəni görə. Yəni görüb, onlar da görüblər. Biz vaxtıkən biz də eləmişik. Bütün böyüklərimizə bu cür dəyər vermişik. Onlar da bizdən götürüblər. İndi inşallah qismət olar, onların arxasıca gələn cavanlar da onlardan götürərlər. Bu gözəl adətdir. Bu gözəl kəndlər bu cür bu adəti, ənənəni, nə bilim, bu toy qayda qanunlarını istəyir, uzaq yas qayda qoruyub saxlayırlar. Bu çox gözəl şeydir. Bu mənəviyyatdır da. İnsanın mənəviyyatı, nə bilim, başqa yerdən alınıb, xaricdən götürülmür ki. Onu qoruyub saxlamaq lazımdır ki, mənəviyyat itməsin, pozulmasın. İnsanın mənəviyyatı ki, itdi, pozuldu, o insanlıqdan çıxır. Biz də çalışırıq ki, nə görmüşük, bizdən sonra gələnlərə öyrədək, göstərək. Bizdən sonra gələnlər də onlardan sonra gələnlərə göstərsin. Bu toylarımızın adət-ənənəsidir, toylarımız. Bunlar itib batmamalıdır, bunlar qalmalıdır yaddaşlarda, nə bilim, gələcək üçün. Dəyişikliklər çoxdur, ancaq istərik ki, qalsın. Mayası ki var, özəyi ki var, onu çalışmışıq ki, qoruyaq, saxlayaq. Adətdir də, yəni toyda, qədimidə necə olub? Məsəl üçün, mən görmüşəm, Sərfayı Möhəbbət kişi, o kim otururdu, o deməmiş, filan kəs bu havanı oynayacaq, filan kəs xanəndiyə bu havanı, bu muğamı zakas verəcək, da ondan soruşmurdu. Atopba kişi rəhmətli üçün cütbacı çalın. Çalan kimi bilirdi Atopba kişi ki, rəhmətli, o hava onun havası, rəqsi oldu, dururdu, oynayırdı. Toylarımızın gözəl qayda qanunları var idi. Demirəm, hamısı gedib, ancaq qalmağa 80%, 90% qalıb. Qalıb da indi o da gərək zamanı ilə də ayaqlaşasan da. Ancaq qalıb, pisdir, yaxşı, razıyam, hələ ki razıyam. Bu qədər ki toylarda sərpayə olmuşam, mən olan toyların heç birində dava-şava düşməyib, dava olmayıb. Hamısı mehribançılıqla başa vurmuşuq, Allah hamısının balasını xoşbəxt eləsin. O ki qaldı, bir ad dedim, toy girdim toyxanaya, o toyun yesi mənəm. O toyu dağıtmaq da mənə havalı olub, başlatmaq da mənə havalı olub. Mən heç vaxt toy yesinə icazə alıb, toy dağıtmamışam. Nə də musiqiçilərin istəyinə toyu tez başa vurmamışam. Toyu ha vaxt dağıtmaq lazımdır, o mənlik olub. Uzaqbaşı toy yesini çağıraram ki, qıraqdan qonağın varsa, zakasları var, nəsə sifarişləri varsa,
Var, yoxdur. Toy yesəm bunu soruşmuşam ki, bəlkə qonaqdır da, uzaqdan gəlib. Bizdə də adətdir də, birinci uzaq gələn qonaqların istəyini yerinə yetirərsən. Sonra kənd cəmaatı bilirlər, onlar da bilirlər ki, qonağı yola salar, toy özümüzün də, öz toyumuzdur. Ondan sonra özümüz xanəndə oxutdurarıq, rəqs eləyərik, oynayarıq, deyərik, bilərik. O işlər mənə aiddir. O toyxananın yesi mənəm. Toy eləyən şəxs də gəlib məndən icazə almalıdır. Gələr mənə gəlişər ki, uzaqbaşı Hacı əmi, nə məsləhət görürsən? Ya deyərəm ki, hələ gözlə, ya da deyərəm ki, vaxtı. Belə olub. Ancaq kimsə gəlib mənə orada əmr eləsin ki, ya desin ki, toyu dağıdaq, ya yəni mən bir sözlə də, heç kimin sözü ilə də toy başlatmamışam, nə də toy dağıtmamışam. Onu məndən yaxşı kim bilər orada, rast ki, mən sərpayamsa o işi mən bilirəm də. Toy yesi uzaqbaşı toy eləyir. Toy aparmaq bilmir ki. O toyu aparmaq mənlidir, o da məndən yaxşı heç kim bilə bilməz. Odur ki, o işlər mənə aiddir. Nə də kiminsə sözü ilə nəsə əliyən adam deyirəm də. Elə olsaydı da sərpayını şu olam mən. Qədimidə sərpayı üçün biri toy eləyəndə gələr ki, ayın filan tarixində toy eləyəm sərpayı. Toy yesi sərpayının xonçasını, xələtini hazırlayar. Gözəl bir xonça, baş xonça deyək, elə düzəldər, üstünə konfet, üstünə köynəyindən, corabından, dəsmalından, kimi qulpundan. Gözəl. Toydan sonra evinə göndərər onu. O ki, qaldı pula, bu qədimidən adətdir. Pul musiqiçilər veriblər toy qutaranda, sərpə, o haqqıdır onun. Bütün kətlərdə. Yeganə adam mənəm ki, mən heç kimə pul getirməmişəm. Xonçam xələtim gəlib. Təklif də eləyiblər mənə. Bütün xanəndələrdən tutmuş musiqiçilərimizə. Mən getirməmişəm. Təklif eləyən də çox olub, ancaq o qanundur. Musiqiçilər verməlidir. Sərpayının pulunu. Getirən olub. Görmüşəm, sərpaylar görmüşəm, xanəndələr verib, musiqiçilər verib, klarnet məsəl üçün gəlib dəstəsi ilə onlar toy qutaranda verib. Ancaq mən heç kimdən getirməmişəm. Yəni, nətər deyim sizə, öz toyumuz demişəm də, ehtiyac yoxdur. Ancaq qanundur. O qanundur ki, sərpayının pulunu musiqiçilər verir, xələtini də toy yesi göndərir. Ancaq bütün toylarda mənim xələtim toydan sonra gəlib. Özdə təmtəraqla gəlib də. Biz Hacı əminin sərpayının xələtini getirib gəlmişik. Ona görə də mənə bu kəndimizin cəmaatına, elimizə, obamıza, bu xızı cəmaatına, bizim bu dağlı cəmaatına, Bakı cəmaatına böyük hörmətim var, təşəkkür eləyirəm. Yəni ki, mənə o işi havalə eləyiblərsə, mən o işin altına, yükün altına girmişəmsə, o hər adamın işidir. Onu hər adam bacarmır. Bir dedim ki, o içkilisi olanı var, xəssiyyəti düzürə olan adam var. 500 adamın hamısının eyni deyil ki, xəssiyyəti. Bunları yola verəsə, o yükün ki altına ki mən girirəm, onu dərk eləyən bilir ki, bu nə deməkdir. Yəni, mənə ki, havalə eləyirlər. Ona görə də bu cəmaata mən təşəkkür eləyirəm. Hər halda onlar da məndən razı olar ki, onların toyunda. Sonra da sərpayıdan çox şey asılıdır. Sərpayı toyda, toyu süsdə, sönükdə keçirilə bilər. Şadyanlıqla da keçirilə bilər də. O sərpayıdan çox şey asılıdır. Əgər onun asıllığı 50% musiqiçilərdən asılıdırsa, 50% sərpayıdan asılıdır. Yəni ki, o da baxır sərpayının o rusların bir nastroyenisinə də. Əgər nastroyenisi yaxşıdırsa,
Qanı qara dörsək, toy yaxşı gedəcək, şad xürrəm gedəcək, yox. Əgər qanı qaradırsa, axıracan da o cür. Ancaq mən istəmişəm həmişə ki, hələ şad keçsin xeyir işlərimiz. Allah Teala həmişə bu cavanlarımıza xeyir işlər, şad günlər qismət eləsin. Toydan 3 gün qabaq, 4 gün qabaq, ya toy axşamı günü gecə olur. Ancaq toydan 3 gün, 4 gün, 1 həftə qabaq, elə bil qovm əqrəbədir, qovumdur, əmidir, toy eləyər, deyər ki, gəlin məsləhətə. Məsləhət gecəsi olar. Yığılarlar, ağsaqqallar, cavanlar da deyənlər ayaq üstündə qulaq asar. 10 nəfər, 15 nəfər ağsaqqal yığılardı. Məsləhət eləyərdi. O cümlədən sərpayını da çağırardılar. Kimin işi nə olacaq, kim neyi necə eləyəcək, bölüşdürülərdi. Cavanlara deyənə, məsələn, siz bu işlə məşğul olacaqsınız, siz bu işlə məşğul olacaqsınız. Yəni, mən bunu görmüşəm ki, bizim ağsaqqallar oturar 10 nəfər stolun ətrafında məsləhət, məşvərət gedərdi ki, toy necə başlayıb, necə də tamamlamaq lazımdır. Yəni, olub. O cümlədə sərpayını da çağırardılar, böyük kimi, ağsaqqal kimi ki, sən nə məsləhət bilirsən, sənin sözün nədir? Olub. Belə işlər çox olub. O da adətlərdən biridir. Bu toy adətlərindən biridir ki, toydan 5 gün, 3 gün qabaq məsləhət gecəsi olub. 2 nəfər cavan var, 30, 35, 40 yaşlarında olan cavanlarımız var. Özdə toy gedə-gedə ağacı uzadırsan ki, gələk. Bundan sonra mən tamamladım vəzifəmi. Kəndin sərpayisi sənsən, bu ağac sənə aiddir. Yəni, bu toyun gedir. Toy gedə-gedə, toy apara-apara. Sağırırsan, durursan. Bundan sonra bu vəzifə səninlikdir. Olub. Görmüşəm, o işlərdə olub. İndi qismət olar inşallah. Mən də ağacımı birinə təqdim eləyərəm də, toyların birində. İndi hələ ki canım suludur. Sərpayı əsas musiqini güclü bilməlidir. Oyun havalarını güclü bilməlidir, rəqsi güclü bilməlidir. Sənə deyim, musiqi duyumu həddindən artıq güclü olmalıdır. Yəni, bunlar şərtdir. Məsəl üçün, azdan çoxdan bilirik də, başımız az çıxır. Belə musiqidən, nə bilim, rəqsdən. Yəni, bunları gərək biləsən. Sərpayının əsas xüsusiyyətlərindən biri də odur ki, belə şeyləri biləsən ki, toy apara biləsən də. Bilmədin, onun, yəni ki, yarımçılıq sərpayı olursa. Mənim o dediyim mühəbbət ki, atxan ki, bunlar sərpayılıq eləyiblər kətdə. Toyun açılışını birinci onlar eləyərdi. Birinci özləri oynayardılar. Özü oynamaq da var, oynamaq var. Məsələn, mühəbbət ki, indi qalsaydı bir 100-ə yaxın yaşı olardı da. Onlar 3 nəfər olub cavanlıqda, onda mikrofon 3 litr olmayıb da. Bütün 3 nəfər olublar. Azad olub, beylər olub, mühəbbət ki, bunlar deyir, oynayanda deyir, özü deyir, o cürlə oynardılar ki, bir-birini ötürə-ötürə. Yəni, o hələ görülməyib də, onların oynamağı kimi oynamağı görülməyib. Atxan rəhmətliyi də. Yəni, birinci açılışı sərpayı özü eləyərdi. Mən də elə o vaxtdan beynimdə qalıb, toy başlayanda birinci bir dənə özüm oynayaram. Rəqsim tərəkəmədir. Musiqçilər özləri yaxşı bilirlər də. Tərəkəməni oynayaram. Dalıcada ki, da özləri bilirlər də yegin rəqs oynayıram. Nə bilim, o kinomuz var, babamın babasının babası, o mahnı oynayıram, nə bilim, kinto oynayıram.
Baxır da sümüyümə hansı düşür. Bilirlər, deməmiş özləri keçirlər. Burada bəsti tərəccəmə keçirlər həmin o yegin rəqsə. Qonaqları, qohumları, kəndçilərimi hamısına xoş gəldin deyirəm. Allah Teala bu şad gündən hamısının qapısında inşallah qismət eləsin. Özdə bu kənddə bizim kənd bir var oynama, bir də var oynayanların oyunu çıxarmaq da, oyun çıxarmaq. Yəni bizim kəndimiz çox ritmik kənddir də. İstəyir keçmişdə, istəyir. Biz də elə bir qoruyub saxlamışıq da. Məsəl üçün bizim kəndimizin rəqsi seçilir bütün kəndlərdən. Oynayanda bilirlər ki, bunlar şurabatlılar da oynayırlar. 100 il bundan qabaq bu kənddə necə rəqs olunubsa toylarda, indiyəcən qoruyub saxlamışıq. Yəni ötürə-ötürə. Ona görə seçilir bizim kənd. Yəni biz böyüklərdən görmüşdük, güclü rəqs eləyənlər olub. Hər kəsənin də öz havası olub da. Elə oynayıb ki, istər-istəməz deyənə bilmirsən, sümüyüvə düşür də. Ki, bu o cürünəki rəqs eləyir. Musiqisinin özü üçün də ləzzət eləyir. Mən görmüşəm ki, oynayanda klarnet çalan durub ayaq üstə çalıb olsun. Çünki o qədər ona xoş gəlib, o qədər onun üçün ləzzət eləyib ki, o rəqs eləyənin rəqsi. Durub klarneti ayaq üstə çalıb olsun. Hacı Həmidoğlu Allah rəhmət eləsin. Mən oynayanda bizə mənə ayaq üstə çalardı klarneti. Allah bütün rəhmətə gedənləri rəhmət eləsin qəni-qəni. Güclü sənətkarlar olub olar. Əlrizə əmində Allah ona can sağlığı versin, nasazdır. Çox güclü, onlar da toy aparırdılar da. Toy aparma, musiqisinin də toy aparmağa gəlir, toy aparmaq olsun. O, hər musiqici toy apara bilmir ki. Bu cürlə, nə bilim, gələcəkdə də nə təhər olacaq, görək kimə qismət olacaq, ötürəcəyik, estafeti kimə verəcəyik. O ya qismət. Kəndimizdə hər adamın öz havası var idi, hər oyun havası var idi, rəqsi var idi. O Sərpayı o vaxt ona deyirdi filan kes zakasıdır, demirdi daha nə havasını oynayacaq, nə rəqsini oynayacaq. Bilirdi ki, bu kişinin rəqsi hansıdır. Durub deyirdi ki, bir dənə filan havanı çalıb, filan rəqsi çalı. Çalan kimi həmin adam bilirdi ki, onun növbəsidir. Dururdu ayağa. Birinci getirib musiqiçilərin pulunu yatırdı. Başlayırdı rəqsini eləməyə də. Rəqslər də ki, hamısı da özünə aid, özünə məxsus rəqsi var idi. Hər kəsən bir cür rəqs eləyirdi. Hətta mənim yadıma gəlir, uşaq idim, o Bakıdan gəlirdilər, belə texnikada yox idi. O rəqs institut deyirlər, məktəb deyirlər, nətə. Onun bizim kəndlə əlaqəsi olan var idi, Tofiq müəllim. Güclü rəqqas idi. Bakının o əsas o rəqqas məktəbində rəqqas ordu. O getirirdi, çəkirdi toylarda rəqs eləyənləri, orada o xallar, o ritmləri nətər eləyir bu cəmaat, götürürdülər bir kimi, nümunə kimi, aparıb sonra öz məktəblərində tətbiq eləyirdilər. Axı çox görmüşəm, gəlib çəkirdilər bizim kənddə toylarda rəqs eləyənləri. İndi baxırıq, çox rəqs eləyən görürsən məktəb var. Bizə aid orada olan xallar var, bu kəndə aid.
Özümdəki vallahi rəqs, özüm də rəqs eləməyi bacarıram. Deyilənlərə görə. Musiqidən də başım çıxır. Xanəndəliyə deməli muğam mənim üçün elə bir musiqidir ki, növüdür ki, yəni onun mənim üçün dünyada tayı bərabəri olmayan bir musiqidir də, muğam musiqisi, muğam. Yəni muğam çalındı, mənim üçün dünya, aləm, dağ, dərə düz olur. Yəni o qədər mənim sevgim var da bu bizim muğamatımızda. Bizim muğamatımız da ki, dünyada misli bərabəri olmayan bir musiqidir ki, bütün dünyanı valih eləyib özünə. Muğama getmişəm, Qəzənfər Abbasov gözəl bizim həm pedaqoqdur, həm də ki, muğam müəllimi. O 4 ilə yaxın onun yanına getmişəm. Muğam dərsinə. Gözəl insandır. Arxan əminin yanına getmişəm. Az getmişəm. Ancaq getmişəm. Yəni o qədər bunları həvəsim olub ki, yəni özüm üçün də istəmişəm ki, biləm. O da ki, bilmək qeyri-mümkün deyək, ömrümün axırına gərək öyrənəsən. Əlibaba müəllimin bir rəhmətli sözü, ölənəcən, gərək öyrənəsən bu muğamı. Yəni o axıracan bilmək olmur. Belə azdan paradan da, yəni xanəndə də oxuyanda bilsin ki, sərpayı bilir də, yəni nə oxuyur, nə oxumalıdır. Birinci bir təsnif oxuyayım, dalıcı ki. Oxuyum da, hər yerdə oxuyan deyirəm. Doğrudan ha, ancaq indi qonaq gəlmişsiniz, qonağın arzusunu gələ ürəyində qoymayasan. Söylə görüm adili bərim, söylə görüm adili bərim, niyə gec-gec görünürsən, niyə gec-gec görünürsən? Soruşmaq ayıb olmasın, soruşmaq ayıb olmasın. Niyə gec-gec görünürsən, niyə gec-gec görünürsən? Demirəmdür sən incisən, demirəmdür sən incisən. Könlümün ilk sevincisən, könlümün ilk sevincisən. Bəlkə məndən incimisən, bəlkə məndən incimisən. Niyə gec-gec görünürsən, niyə gec-gec görünürsən? Dildə susar dinməz inayan, eşq ateşi sönməz inan. Dildə susar dinməz inayan, eşq ateşi sönməz inan. Məmməd ağa dönməz inan, Məmməd ağa dönməz inan. Niyə gec-gec görünürsən, niyə gec-gec görünürsən? Hərdəm ol günçə dodaqlar açılır, xəndək olur. Hərdəm ol günçə dodaqlar açılır, xəndək olur. Əqli huş səndə, nə bir kəsdə, nə də bir məndə olur. Nə olar ki, mənə hərdəm ləbini datdırasan? Nə olar ki, mənə hərdəm ləbini datdırasan? Bilməyirsən həvəsi tutilərin qəndə olur. Seyri Gülzar ay aman ay aman ay aman Seyri Gülzar gözəller axışarlar hər gün. Gözü eşq əhlinin əmmə həmişə səndə olur. Səni vardır səni vardır neçəsi huriyə təşbih eləyir. Hurini görsə sözü üçün sonra şərvəndə olur.
Gel bizim kəndə də hərdəm gözəlim eylə nəzər. Gel bizim kəndə də hərdəm gözəlim eylə nəzər. Ehtiyacı şəhərin ömrü boyu kəndə olur. Şişmə tərif ilə tənqidə fikir verməyil. Çünki tənqid sözünü yonmağa bir rəndə olur. Ey dad, ey dad, ey dad, yar, hey. Ey bedava aman. Mən sənə Murad qardeşim təşəkkür edirəm. Bu verilişi hazırlayıb ərsəyə götürdüyünə görə, bu xalqa, bu kəndə, bu elə obaya, bu cəmaata belə böyük xidmət elədiyinə görə arzu eləyirəm ki, həmişə belənciyinə gözəl verilişlər çəkəsən, başa çatdırıb cəmaatımıza təqdim eləyəsən. Allah ömrünü uzun eləsin, sənə can sağlığı versin, sənin ömrün həmişə parlaq keçsin. Təşəkkür eləyirəm sənə, gəlib bizi işıqlandırdığına görə.